Bu günləri 11-ci sinifin dərsliyindən Hüseyn Cavidin İblis Mənzum faciəsini keçirik. Əvvəlcə əsər haqqında qısa təhlillə bağlı qısa məlumatı deyim. Yəni burada belə deyək, mənzum olduğuna görə bəzi məsələlər var ki, onları bilmək lazımdır. Xüsusilə şeirlə bağlı, misralarla bağlı bəzi məsələləri bilmək lazımdır. Əsər 1918-ci ildə qələm alınır. Əsər 1-ci Dünya Müharibəsi ilə bağlıdır və xüsusilə 1-ci Dünya Müharibəsi bilirsiniz ki, ədalətsiz müharibə sayılır. Və bu əsərdəki ədalətsiz müharibələrin əleyhinə yazılıb. Ədalətsiz müharibələrin əleyhinə yazılmış əsərdir. Əsərdə insan mənəviyyatında ziddiyyətlər var. Bunlar təhlillə bağlı məsələlərdir. Əsər dəfələrlə tamaşaya qoyulub. Əsər mənzum faciədir. Mənzum o deməkdir ki, yəni burada qafiyəlidir bu. Qafiyəlidir, yəni şeirləndir və əruz vəzindədir. Onu unutmayaq uşaqlar. Şeirlər, yəni nəzm forması əruz vəzindədir. Azərbaycan ədəbiyyatında Səməd Vurğunun Vaqif əsərinə qədər bütün yəni yazılan mənzum belə deyək də dramlar, mənzum faciələr hamısı əruz vəzindədir. Əsərdə nədən söhbət gedir? Əsərdə müharibədən söhbət gedir, amma heç bir müharibə səhnəsi yoxdur. Real döyüş səhnələri yoxdur. Bax, Koroğluda, Dədə Qorqudda real döyüş səhnələri olub. Amma bu əsərdə real döyüş səhnələri, real müharibə səhnələri yoxdur. Əsər 4 pərdədən ibarətdir. Birinci pərdədə göstərilir ki, remarka ilə başlayır əsər. Hadisələr Bağdadda baş verir. Bax, cümlə və cümlə bunu işarə edirsiniz, kitabda da qeyd apararsınız. Hadisələr Bağdad civarında, yəni Bağdadın yaxınlığında baş verir. Bunu bəzi sözlər türkcədir. Yəni o niyə türkcədir? Çünki Hüseyn Cavid özü bir müddət İstanbul Universitetində təhsil alıb deyənə, yəni ona görə bəzi sözlər burada türkcə yazılır. Əsərdə də, Hüseyn Cavidin ana əsərində də, bu əsərdə də türkcə sözlər daha çox işlənir. Türkcə, farsça və ərəbcə. Onların bəzilərində bugün deyəcəm. Və bu əsərdə hadisələr başlayır Bağdad civarında, Bağdadda baş verir. Civar, yəni yaxınlığında. Və avqust ayında, Ağustos ayında baş verir. Avqustun ikinci yarısıda hadisələr göstərilir. Və bir tərəfdə ildırım çaxır, şimşək çaxır, belə deyək. Bir tərəfdə top, tüfəng səsləri gəlir və biz top, tüfəng səslərindən belə başa düşürük ki, müharibədir. Amma burada bayaq dediyim kimi, real müharibə səhnələri, döyüş səhnələri yoxdur burada, əsərdə yoxdur. Amma top səsləri, tüfəng səsləri, bu səslər gəldiyinə görə biz belə başa düşürük ki, müharibədir, müharibənin gedişatıdır. Və burada əsərimizin baş qəhrəmanı, amma mənfi baş qəhrəmanı. Əsərimizin baş qəhrəmanı Arifdir. Və Arif, göstərirlər ki, hələ remarkada yazıblar. Arif, orada karyola yazıblar uşaqlar. Karyola nə deməkdir? Karyola, yəni indiki dillə desək, çarpayı, yəni kravat deyirik də rus dilində. Yəni çarpayın üzərində uzanır bir nəfər Arif adlı obrazdır. Çarpayının üzərində uzanıb təkkiyə, əlin təkkiyə eləyib. Kitabda təkkiyədir uşaqlar. Təkkiyə sözünün mənası dirsəklənmək. Yəni bizdə olurlar, yəni tam uzanmırsan, yəni dirsəklənirsən harasa. Təkkiyə sözünün mənası dirsəklənmək. Karyola sözünün mənası çarpayı deməkdir, yəni kravat deməkdir. Deməli, bir dənə obrazdır. Obrazımızın adı Arifdir, baş qəhrəmandır, amma mənfi baş qəhrəmandır. Və bu çarpayda, karyolada uzanıb təkkiyə şəklində, əlində qoyub təkkiyə şəklində, dirsəklənib əlində və özü də xəyallara dalır. Və belə bir remarka ilə başlayır və burada bir qülbədir. İxtiyar Şeyx adlı bir nəfərin qülbəsidir. Qülbə yəni ev, məkan, yer deməkdir. Və bu yerdə 2 dənə pəncərə görsənir. 2 dənə pəncərədən göz görsənir, yəni 2 pəncərənin gözü. Və burada 2 dənə başlanğıcda 2 obraz var. Obrazlardan biri iblisdir, yəni şeytan deyirik, iblisdir. Pəncərələrin bir gözündən iblis baxır, digər gözündən baxır mələk. Əsərimiz də başlayır, remarka yox ha, əsərimiz də başlayır obrazların danışığı ilə, monoloqla başlayır, iblisin monoloqu ilə başlayır. Görək iblis başlanğıcına nə deyir? Müharibə səhnəsi daha. Görək iblis nə deyir? İblis deyir ki, təbii ki, o bəzi şeirlər var ki, onları mən sizə deyəcəm ki, yadda qalsın. O şeirdə iblis deyir ki, dəryalara hökm etmədə tufan,
səhraları sarsıtmada vulkan, sellər kimi axar qızıl qan. Görürsünüz, sellər kimi axar qızıl qan. Evlər yaxar, canlar yakar insan. Deməli, burada iblis öz monoloqunda, pəncərə gözlərinin birində, öz monoloqunda dünyada olan tufanları, tufan dediyi burada müharibələri nəzərdə tutur və müharibələri, bir çox hadisələrin səbəbini, qızıl qanların, sel kimi axan qızıl qanların səbəbini kimdə görür? İnsanda. İblis deyir, şeytan. Şeytan deyir ki, bütün evlər yakar, yakar yəni yıkar da, türkçə yazıb burada. Canlar yakar, evlər yıkar insan. Yəni canların yakmağı, insanları ağrıtmağı, evlərini yıkan kim olur? İnsan. Deməli, hər şeyin səbəbini insanda görür. Bu bir. Görək mələk səbəbi, dünyada müharibələrin, pisliklərin səbəbini. Görək mələk nə də görür? Pəncərənin bir gözündə mələkdir. Mələk isə Allaha xitab edir. Deyir, ya Rəbb, ey Allahım, bu nə dəhşət, bu nə fəlakət. Deyir, ay Allah, bu nə dəhşətdir, bu nə fəlakətdir. Yox kimsədə insaf-ı mürüvvət. Yəni, heç kəsdə vicdan yoxdur. İblisə mi uymuş bəşəriyyət? Kitab cümlələrini mən mütləq deməliyəm. Sonra izahını da deyirəm. İblisə mi uymuş bəşəriyyət? Deməli, burada mələk günahları kimdə görür? İblisdə görür. İblis özü başlanğıcda günahları kimdə görürdü? İblis özü başlanğıcda günahları görürdü insanda. Amma mələk kimdə görür? İblisdə. İblisə mi uymuş bəşəriyyət? Bunu bədii bir sual şəklində bizə deyir. Və yenidən burada iblis qəhqəhələr çəkir, yəni gülür, iblisin səsi olur. Və iblisin səsindən sonra yenidən iblisin danışığı verilir burada. Yenidən iblis deyir. Görə iblis nə deyir? İblis deyir ki, yağmur kimi, yağmur bilsə nədir? Yağış. Yağmur kimi deyir, yağar ateş. Göydən deyir, yağmur kimi ateş yağar. Ateş, ateş qışqırır. Yəni iblis ateş deyir. Ateş nə deməkdir? Yəni müharibəni alovlandırmaq istəyir. Bunu da özü gülə-gülə eləyir. Deyir, göydən ateş yağır və ateşi daha da artırmaq istəyir. Görək, bəs mələk nə deyir? Mələk isə buna deyir ki, yenidən Allaha müraciət edir. Ya Rəbb, azacıq lütf-i inayət. Lütf-i inayət mərhəmət deməkdir. Kitabda da orada oxuyanda işarəliyətsiz. Deməli, Allahdan nə istəyir? Deyir, ay Allah, mərhəmət elə, ya Rəbb, azacıq lütf-i inayət. İblis ilə həmrəngi siyasət. Belə bir cümlə deyir. Yəni, burada mələk demək istəyir ki, siyasətdə olan, müharibələr olan səbəbi yenə nədir? İblisdir. İblis ilə həmrəng siyasət. Siyasət yəni müharibəni demək istəyir. Müharibə iblislə həmrəngidir, yəni eynidir. Müharibələri törədən nədir? İblisdir. Deməli, biz öyrəndik ki, başlanğıcda. Burada belə deyək də, iki şərti obrazımız var. Biri iblisdir, pəncərənin bir gözündə, biri mələkdir. İblis bütün müharibələrin səbəbini görür insanda, amma mələk isə müharibələrin səbəblərini görür. Hamısın iblisdən. Bunu ilə göstərirlər. Və bu an başlanğıcda bir nəfər remarkada demişdir. Bir nəfər özü karyolada, yəni çarpayda uzanmışdı, təhkil eləmişdi əlində, dirsəklənmişdi Arif. Bir elə ki oyanır, qəfil elə ki yuxudan oyanır, gözlərini ovuşdurur və üzün tutur Allaha. Deyir ki, dünyanı yoxdan yarattın ey ulu Tanrı. Allaha deyir, ey ulu Tanrı, dünyanı yoxdan yarattın. Allaha müraciət deyir. Və burada bir misralıq məsələ var. Çox mükəmməl bir məsələdir. Əsərimizin başlanğıcında Arif filosof təbiətli bir gəncdir. Baxa görək, bu da müharibələrdə iştirak eləmişlər, müharibə görmüş adamlardır obrazlarımız burada. Arif də başlanğıcda Allaha müraciət edir, deyir ki, ey ulu Tanrı, dünyanı yoxdan yaratmısan. Allaha görün nə deyir? Deyir ki, varlığı yoxdan, yoxluğu vardan ucaq olan, dilbər olan, böyük olan, varlığı yox, yoxluğu vardan daha dilbər olan. Allaha deyir, müraciət mənasında. Sonra Allaha yenə müraciət edir, Arif deyir ki, ey ulu Tanrım deyir, ey ulu Tanrım,
mən göndərdiyim Peyğəmbərə uymuşam, qanuna uymuşam, kitablara uymuşam. Yəni, əsərimizin başlanğıcında Arif, elə bilin ki, müsbət obraz kimi yanaşır. Allaha müraciət edilir. Yəni, Allahı tanıyır, Allaha müraciətində deyir ki, mən göndərdiyim Peyğəmbərə uymuşam, kitaba uymuşam, qanunlarına, şəriət qanunlarına əməl edirəm. Sonra deyir ki, ey uca Tanrı, ey ulu Tanrı, ya bana gəl, kitab cümlələrdir, bana gəl, yəni mənə gəl, ya da deyir, bəni yüksəklərə qaldır, yəni göylərə qaldır, Allaha deyir ha. Ya deyir, ya mənə gəl, yəni qəlbimə gəl, ya da deyir, məni göylərə qaldır. Mən istərdim cənnətdə mələkləri görəm, görək o mələklər gözəldirmi? Bunlar yaxşıdırmı, gözəldirmi deyir, mən bu mələkləri görmək istəyirəm. Cənnətdə olan mələkləri görmək istəyirəm. İnsandakı zülmü görmək istəmirəm. Deməli, burada Arif, hadisələri zülmü eləyənləri kimi günahlandırır? İnsanı. Arif əsərimizin başlanğıcında mükəmməl bir obraz kimi görsənir. Yəni, bu mükəmməl bir obrazı, filosof təbiətlidir, Allaha inanır, Qurana inanır, kitaba inanır, Peyğəmbərdə inanır. Deməli, Arif günahların səbəbini insanda görür. Deyir, mən insandakı zülmü görmək istəmirəm. İnsandakı zülmü görmək istəmirəm. Yəni, bəni göylərə, yüksəklərə qaldır. Sonra görün nə deyir? Deyir ki, insanı yaratmaqda var bəlkə də, insanı deyir, yaratmaqda var bəlkə də nəsə bir xeyirli bir iş. Amma iblisə nə hacət? Kitab cümləsində hacət ehtiyac deməkdir. Deyir, insanı yaratmaqda var bəlkə də hikmət, iblisə nə hacət? Kitab cümləsi belədir. Yəni, insanı yaratmaqda Allaha deyir, insanı yaratmaqda bir hikmət var deyir bəlkə. Amma iblisə nə hacət? Hacət ehtiyac deməkdir. İblisə deyir, nə ehtiyac var deyə yaratmışsan? Yəni, deməli, belə deyək, Arif də günahların bir səbəbi, müharibələrin bir səbəbi kimdə görür? İblisdə görür, pisliklərin səbəbi. Deyir, niyə yaratmışsan? Bu vaxtı, bu sözü eşidən iblis gəlir. Amma iblis təbii ki, burada Arifin gözünə görünmür. Gəlir, deyir ki, Arif, bana bak. Yəni, o kitab cümlələrdir, deyər, müəllim niyə deyir? Deyir, Arif, bana bak deyir. Biçarə cocuq. Arifə cocuq deyir. İblis ha, təbii ki, iblisdə, amma bu hardan səs gəlir, bilmir. Gözdən görünmür, belə deyək. Deyir, Arif, bana bax, biçarə çocuq, sən də mi deyir, iblisə takıldın? Takılmaq, yəni bildizlər türksə. Sən də mi deyir, iblisə takıldın, deyir. Bəni deyir, çox vaxt deyir, iblisi deyir. Təhqir eləyib, deyir, əyləniyorsun. Deyir, məni deyir, təhqir eləyirsən iblisi, əyləniyorsun, deyir. Bir gün gələcək, deyir, səni də deyir, səni də mən neyniyəcəm? Bir gün gələcək, səni də deyir, öz köləm eləyəcəm. Hətta deyir, səni oyuncaq eləyəcəm, bazicə yazıblar. Kitabda uşaqlar bazicədir. Bazicə yəni oyuncaq deməkdir. Səni də deyir, bir dənə əlimdə oyuncaq eləyəcəm, əyləncə vasitəsi eləyəcəm. İblis buna deyir. Və Arif bilmir ki, bunu deyən kimdir, nəçidir, yəni bilmir. Yəni səs eşidir, amma bilmir ki, bu deyən iblisdir. Və iblis qəhqəhələrdən yenidən deməli qırağa çəkilir. Qırağa çəkilir, Arif bilmir ki, neynəsin, nətər eləsin və amma bilmir ki, bunu deyən iblisdir. İblisi bilmir. Və bundan sonra və göstərirlər ki, bu vaxtı yeni bir obrazımız bura daxil olur. Adı İxtiyar Şeyx. İxtiyar Şeyx kim idi? İxtiyar Şeyx burada. Bu məkanın belə deyək də qülbə adlanan yerin yəsi idi. Arifin də olduğu belə deyək, istirahət elədiyi və yaşadığı bir yer idi və həmin yer qülbədir. İndi müharibədən hamı qaçıb, harada müharibə getmirsə, döyüş olmursa, onun yaxınlığında bir dənə yer tapıblar, qülbədir. Sığınacaq kimi bir yerdir. İxtiyar Şeyxdə, kitabın başlanğıcında uşaqlar, İxtiyar Şeyxi Sövbənişin yazıblar. İxtiyar Şeyx Sövbənişindir. Sövbənişin nə deməkdir? Sövbənişin sözünün mənası təkliyə qapılıb, və ancaq ibadətlə məşğul olan adama sövbənşin deyirlər. Deməli, yaşlı bir ağsaqqaldır sövbənşin. İxtiyar Şeyx yaşlı bir ağsaqqaldır və bu vaxt yaşlı ağsaqqal İxtiyar Şeyx gəlir Arifin yanına. Arif də deyir ki, mənə kömək elə, dərdimə əlac elə. Arifə deyir ki, Arif deyir, bu vaxta qədər deyir, bu vaxta qədər iblisə uyan 100 minlərlə adam iblisə uyub, şeytana uyub. Bəşəriyyət ta qədimdən həmişə belə olub.
İxtiyar şeyxə baxaq. Yaşlı bir ağsaqqaldır. Sövmərşin bir ağsaqqaldır. Deyir ki, dünyada insanlar ta qədimdən belə olublar. Həmişə cinayət törədiblər, pislik eləyiblər, fəlakət eləyiblər ta qədimdən. Arif deyir, özü deyir, yəni qoru. Sən özünə zülm eləyətsən. Belə getsə, sən özünə nə eləyətsən? Zülm eləyətsən. İxtiyar şeyx kimə deyir? Arifə deyir bunu. Və elə bu vaxtı yenidən iblis, İxtiyar şeyx gedir, yenidən iblis gözünə görükür. İblis gəlir, Arifin gözünə görükür bu dəfə. Arif soruşur ki, kimsən, nəçsən, nə üçün bura gəlmirsən? İndi görək, iblis özün 2 dəfə təqdim edir. Biri birinci pərdədə təqdim edir, biri də 4-cü pərdə təqdim edir. Görək, iblis özün Arifə necə təqdim edir? Deyir ki, ben şimdi bir ateş, ancaq əvvəlcə mələkdim. Ben deyir, əvvəllər bir ateş idim. Əvvəllər deyir, indi ateş idim, şimdi ateş idim. Əvvəllər mələkdim. Doğrudan da bilirsə, iblis əvvəllər mələk olur. Mən şimdi bir ateş, əvvəlcə mələkdim. Allah'a təsbih eləyərdim. Təsbih eləmək ibadət eləməkdir. Allah'a təsbih eləyərdim deyir. Mən əvvəllər, bilirsiniz, İblis, yəni ən çox Allah'a təsbih eləyən mələklərdən biri olub. Yəni mələk olub da. İblis deməli deyir ki, mən Allah'a təsbih eləyərdim, yəni ibadət eləyərdim Allah'a və mələklər də mənə təqdis eləyərdi. Təqdis sözünün mənası müqəddəs deməkdir. Yəni mələklər mənə müqəddəs deyərdi, təqdis. Eyni kökdəndə fleksiyadır. Deməli, mələklər də deməli, mən nə eləyərdi? Təqdis eləyərdi, yəni müqəddəs eləyərdi. İblis deyir, ha. Amma deyir, Adəm kimi bir saygısız deyil, bana ləkə vurdu. Adəm dedikləri, yəni Adəm Peyğəmbər də bilirsiniz. İnsan yaradılandan sonra iblis Allaha belə dedi, qarşı çıxır və əbədi olaraq cənnətdən öz yanından qovulur. Yəni, bax, bizim hekayədə belə deyək də, insan yaradılışının hekayəsinin bir tərəfdə bunu ilə başlayır. Burada buna işarə edir. Deməli, iblis deyir ki, mənə Adəm kimi bir saygısız, yəni hörmətsiz, məni deyir, ləkə vurdu deyir. Amma deyir, mənim adım Allahla bir zikr edilir, namı nişanım. Mənim adım deyir, iblis deyir, təkəbbürlü daxı, kibirlidir. Mənim adım deyir, Allahla bir çəkilir. Aha, iblis bunu deyəndən sonra Arif deyir, yetər, bəsdir deyir, iblisdir deyir, qarşımdakı olan iblisdir. Yəni, iblis olmağını tanıyır. Çünki bunları deyəndən sonra Arif də oxumuş adam idi, Allaha inanmış adam idi. Əvvəldə dedim axı ki, Allaha deyir ki, Peyğəmbərə, qanuna, kitaba mən uydum. Və bu məqamda deyir ki, mənim qarşımda olan iblisdir. Ne üçün gəlmirsən iblisə deyir. İblis gəlmək səbəbini deyir. Gəldim deyir, səni hürriyyətə dəvət edeyim. Hürriyyət nə deməkdir? Azadlıq. Deyir, səni hürriyyətə dəvət edəcəm. İblis Arifə deyir, bu bir. Gəldim, edəm səni hürriyyətə dəvət, verəm qəlbinə nuri həqiqət. 2 şey yadda saxlayaq burada, iblisin sözündə. İblis deyir, səni hürriyyətə dəvət edirəm, bir də qəlbinə nə verim? Nuri həqiqət. Sonlardakı ilə ətlə yadda saxlaya bilərsiniz. Bunu deyir, amma Arif əsərin başlanğıcında olduğu kimi burada da filosof təbiətlidir və müsbət obraza oxşayır. Və deyir ki, iblisə, çəkil, get deyir. Çəkil, get. Və iblis qəhqəhələrdən uzaqlaşır. Və əsərimizdə yeni bir obraz daxil olur. Obrazın adı Xavərdir. Xavər kimdir? Xavər burada Arifin nişanlısıdır. İndi daha maraqlı məsələlər başlayır yavaş-yavaş. Siz üçün daha maraqlı məsələlər. Xavərlə Arif bunlar nişanlıdırlar və nişanlısı gəlir, Arifə deyir ki, Arif deyir, bu halın nədir, bu vəziyyətin nədir deyir. Yoxsa deyir, gözünə nəsə görünüb, yenə deyir sənin. Gözümə nəsə görünüb, bundan soruşur. Nişanlısı bundan soruşur. Bundan soruşur ki, gözümə deyir, bəlkə nəsə göründü deyir, buna deyir. Və bu da Arif də görək nə deyir. Arif də öz belə deyək, nişanlısına buna sarılır, burada yadda saxlayın, yəni bunu qucaqlayır, nişanlısını qucaqlayır. Deyir, sən olmasan deyir, bu həyat mənə deyir, zülm kimi gələr. Nişanlısına deyir, amma baxın, bu cümlələri elə belə demirəm. Burada sarıldı. Sarılmaq yəni qucaqlamaq da.
Və nişanlısına deyir ki, sən olmasan deyir, bu həyat mənə zülm kimi görkən. Amma deyir, gözlərində nəyi gördüm? Bundan soruşur Xavərdən. Xavər deyir, nə gördün gözlərində? Burada deyir ki, gözlərində əski xatirələr gördüm. Gözlərində deyir, sanki deyir, Rənanı gördüm. Görər Rəna kimdir? Burada Rənanın adını çəkir. Rəna burada kim idi? Rəna əslində hədsiz dərəcədə gözəl bir şəfqət bacısı idi. Şəfqət bacısı, yəni tibb bacısı. Rusca medistra deyirik də. Yəni tibb bacısıdır. Şəfqət bacısı tibb bacısıdır. Bunun Ariflə nə əlaqəsi var? Vaxtı ilə bu Ariflə deməli Rəna sevgili olublar da bir-biri ilə. Ona görə onu deyir. İndi nişanlısına nə deyir? Nişanlısına deyir ki, sənin gözlərində əski xatirələri görürəm. Kimi görürəm? Sanki deyir, Rəna canlanıb gözlərində. Buna deyir, biraz buna diqqət eləmir. Xavər buna diqqət eləmir. Və bu vaxtı əsərimizə yeni obrazlar daxil olur. Kimlər olur? Bayaq İxtiyar Şeyx idi demişdim. İxtiyar Şeyx bu Gülbənin yəsi. Və həm də İxtiyar Şeyx uşaqlar Xavərin babasıdır. Baba bizim dildə baba. Bunun babasıdır. Yəni İxtiyar Şeyxin torunu kimdir? Xavərdir. İxtiyar Şeyx gəlir. Əsərimizin mənfi qəhrəmanlarından biri İbn Yəmin gəlir. Ərəbdir. Qaraşın İbn Yəmindir. Zabitdir İbn Yəmin. Müharibədə iştirak edən zabitdir İbn Yəmin, adını yadda saxlayaq. Sonra zənci bir çavuş, yəni qara bir çavuş gəlir. Sonra bir əskər gəlir bura. Və bir də təbii ki, Rəna gəlir. Əsərimizdə bayaq adını çəkdiyimiz Rəna gəlir. Rəna da şəfqət bacısıdır, tibb bacısıdır. Bunu da İbn Yəmin öz yanı ilə gətirmişdi. Səbəbini deyəcəm niyə? Bunlar gəlirlər, bunlar gələndə Arif Rənanı görür. Yəni bayaq dedim bax ki, bunlar sevgili olublar. Yaxınlaşır Rənanın yanına, Rənaya deyir ki, bunu əslində tanıyır da, yenə də deyir ki, Rəna isminiz, isim yəni adınız da, isminiz Rəna mı? Rəna buna yaxınlaşır, deyir ki, Arif, yəni bir-birimizi tanıyırıq. Bunlar bir-birini tanıyırlar səndə. Və bunlar bir-biri ilə söhbət edir və həmin məqamda Arif İbn Yəmindən soruşur. İbn Yəmin ərəb zabitidir. 45 yaşlı ərəb zabitidir. Bunların əlaqəsini deyəcəm nədir? Bu İbn Yəmindən, Arif İbn Yəmindən soruşur ki, hardan gəlirsiniz, nereden gəliyorsunuz? Hardan gəlirsiniz? İbn Yəmin deyir ki, müharibədən. Müharibədən, hərbdən gəlirik. Hərb yəni müharibədən gəlirik. Görək, burada Arif nə cavab verir? Arifin mükəmməl bir cavabı var şu an burada. Bunu çalışın şeir şəklində əzbərləməyiniz daha yaxşıdır. Görək, nə deyir burada? Deyir ki, burada, əgər deyir, öldürüb ölmək, şeir formasından deyəcəm, öldürüb ölmək deyir. Əgər fəzilətlisə deyir, onda deyir, gərək canavar bizdən daha əşrəf ola, şərəfli ola. Əşrəf, yəni kitabda uşaqlar əşrəfdir, əşrəf şərəfli deməkdir. Görün ağa, deyir, fəzilətlisə əgər öldürüb ölmək, canavar bizdən gərək, əşrəf ola gərək. Görürsünüz nə deyir, Arifin sözü daha bu misraları yadda saxlayır. Deyir, öldürüb ölmək deyir, fəzilətlisə, daha üstündürsə deyir, onda görə deyir, canavar ən şərəfli canavar olan, canavarın işi nədir? Öldürməkdir, deyir. Parçalamaqdır, özü də ölməkdir. Ən şərəfli iş deyir, gərək bu olar. Bunu deyir. Və bu məqamda İxtiyar, Xavərin babası, həqiqətən babası Tornuddan, babası gəlir, Arifi çağırır. Deyir ki, gedək Arif. Arifi deyir, gedək. Və bu məqamda İbn Yəmin, ərəb zabitinin, 45 yaşlı ərəb zabitinin yanına çavuş gəlir, zənci çavuşu gəlir buna. Çavuş yəni rütbəcə balaca. Çavuş gəlir buna deyir ki, bir sözüm var. Bundan sonra ki, nə deyəcəksən, nə anladın, nə başa düşdün, nə demək istəyirsən? Çavuş buna nə deyir? Çavuş buna deyir ki, bax, o Arif var ha, gördüyün Arif. İşdə bir bəladır o Arif, gördüyün Arif. Zənci çavuş İbn Yəminə deyir. Deyir ki, o Arif var ha. Deyir, o Arif deyir, işlə bir bəladır. Çünki deyir, o Rəniyə deyir, pək yaxın. Yəni, yaxın olublar da bunlar bir-biri ilə. Bayaq dedim, bax ki, tanış olub, bir-biri ilə gəldilər, köhnədən sevgili olublar, bir-birini də burada tapdılar.
Deməli, bunlar deyir ki, pək yaxın imiş. Amma deyir, ondan müthiş, dəhşətli də bəla deyir, bizim əskərdir. Bu nəyi demək istəyir? Çünki, indi burada haşiyə çıxıb, siz üçün də aydın olsun. Deməli, müharibədir. Müharibə səhnəsində bu İbn Yəmin özü zabitdir. İbn Yəmin özü Rənanın atasını öldürür. Baxın, Rənanın babasını, atasını öldürür, qətl edir, öldürür Rənanın atasını. Və niyə öldürür? O vəzifəcə yüksəlməyə görə milyonlar əldə eləmək üçün, pul əldə eləmək üçün. Rənanın atası da zabit olur, onu öldürür, bu bir. Sonra ikincisi, İlxan adlı bir zabiti öldürmək istəyir. Amma həmin o İlxan adlı zabit qaçır, müharibədən qaçır. Və həmin bu İbn Yəmin də özü. Amma Rəna bilmir, babasının qatili İbn Yəmindir. İbn Yəmin də Rənaya deyir ki, sən mənə gəl, mənim yanımda ol həmişə. Sən babanın qatilini tapacam, özü deyil babasının qatili. Rənanın atasının qatili İbn Yəmin özüdür. Amma Rənan Allah'dır deyir ki, sənin babanın qatili mən tapacam. Və İbn Yəmin də Rənanın atasını öldürəndə bir dənə əskər bunu görüb. Deməli, İbn Yəmindir, zənci çavuşdur, bir dənə də əskərdir. İbn Yəminlə zənci çavuş Rənanın babasını öldürəndə, qətl edəndə, bunların yanında bir dənə əskər bunu görüb. Bir əskər bunu görüb. İndi qayıdıram əsərin özünə. Əsərdə zənci çavuş İbn Yəminə deyir ki, Arif bir bəladır. Çünki Rəniyə nədir? Pək yaxındır. Amma deyir, ondan da müthiş bəla olan bizim əskərdir. Çünki deyir, biz Rənanın babasını qətl edəndə, öldürəndə, yanımızda kim var idi bizi görən? Əskər bizi görüb. Əskər bizi görüb. Görək İbn Yəmin nə deyir? Bunlar danışan vaxtı, buna diqqət edin. Bunlar danışan vaxtı, Arif yavaş-yavaş bunlara yaxınlaşır və bunlara qulaq asır. Uzaqdan yaxınlaşır ki, bunlara qulaq asın ki, görək bunlar nə danışır? Bunlar nə danışır bunlar? Və bunlar danışdığı məqamda İbn Yəmin nə deyir? İbn Yəmin deyir ki, mən milyonları əyləncəyə xərcləmişəm. Özü zabit deyir, şöyle 1-ci Dünya müharibəsi gedir. Amma bu 1-ci Dünya müharibəsi keçsə də, əlinə keçirdiyi milyonların hamısı xərcləyir əyləncələrə. Deyir ki, mən milyonları deyir, əyləncələrə xərcləmişəm. Amma deyir, yenə də deyir, mənim dövlətdə etibarım var, yəni hörmətim var. Dövlətdə mənim hörmətim var, etibarım var deyir. Və öz belə bir cümlədə işlədir, kitabda da bunu oxuyacaqsınız. Mənim dövlətdə etibarım var. Deyir, o kimdir ki deyir, mən İbn Yəminim, bir ərəbim. Özünə deyir, bu da kibirdir də. Mən bir ərəbim deyir. Bir ərəb deyir. Bir çocukdan mı qorxar deyir. İbn Yəmin bir çocukdan mı qorxar? Yəni, əskər kimdir ki, mən ondan qorxum? Nə olsun, əskər məni görüb, Rənanın atasını qətl edəndə məni görüb deyir. Mən ondan qorxmam, bu da kibir sayılır. Bunları kimə eşidir? Arif bunları eşidir qıraqdan. Arif bunları qıraqdan eşidir və burada göstərirlər ki, bunlar danışdığı məqamda Rəna buradadır və Rənanın gözünə bir dənə teyf deyək. Kitabda teyfdir, uşaqlar. Teyf nə deməkdir? Teyf sözünün mənası o deməkdir ki, yəni qarabasma, kabus. Bəli, qarabasma. Deməli, bunun gözünə bir kabus görkür, Rənanın gözünə. Rənanın atası, elə bilin ki, xəyalı gözünə görkür, Rənanın gözünə. Və özü də bu rütbəcə Miralaydır. Miralay hərbi rütbədir, bizim bilən belə desək, polkovnik deyək də, özümüzdən başa düşək. Deməli, atası bunun hərbiçi olub, kim qətlə yetirmişdi? İbn Yəmin. Zənci çavuşdan bir yerdə. Və burada özün, belə deyək, bu zənci çavuşdan bir yerdə qətlə eləmişdi və Miralay gözünə görkür. Atası, Rənanın atası. Və Rəna atasına deyir ki, deyir, babam, yəni xəyalına belə deyək, deyir ki, mən deyir, söz vermişəm ki, sənin qisasını alacam. Kim babamın qatilini bulursa deyir, mən yəni ona könlümü verərəm, ona səcdə edərəm. Rəna deyir, deyir ki, mən intiqam istəyirəm. Kim deyir babamın qatilini bulursa, tapırsa, mən ona deməli səcdə edəcəm, yəni ona könlümü verəcəm. Rəna deyir, və babası da, görək buna diqqət edin, babası da artıq ölüb gedib, amma babasının xəyalı da deyir ki, intiqam, intiqam. Yəni, mənim intiqamım al deyir, ölüb gedib,
Amma müsibət Fəxrəddində Yadızadda ölməmişdən əvvəl intiqamı eləməmək deyirdi. Amma burada obrazlarımız, yəni xəyalı olsa da intiqam istəyir. Rənanın atası. Və burada Arif bundan soruşur ki, yəni qatil kimdir bilirsən? Rənadan soruşur ki, qatil bilirsən kimdir? Rəna deyir ki, yox, qatil bilmirəm kimdir. Amma İbn Yəmin mənə söz verib ki, əhd eləyib, söz verib ki, mən sənin babanın qatilini tapacam, bulacam. Amma özü deyir İbn Yəmin. İbn Yəmin özüdür. Deyir, mənə söz verib ki, babanın qatilini bulacam. Rəna da buna deyir ki, baxın, Rənaya deyir ki, Arif deyir. Deyir ki, ona deyir, inanma, bu hilədir. Çünki Arif eşitmişdi axı. Çavuşla İbn Yəminin sözünü eşitmişdi. Ona görə Rəniyə deyir ki, dinləmə ona, bu bir hilədir. İbn Yəmini dinləmə. Bunu deyir və göstərirlər ki, yenidən səhnəyə bir neçə obrazımız daxil olur və obrazımız daxil olmamış, mən bir haşiyə çıxıb bir məsələni deyim. Əslində, əsərimizin mənfi qəhrəmanı olsa da, hələ ki bir Arifdən mənfilik görmürük. Arif əslində İstanbulludur. Əslində, elə birinci pərdədə deyilir, bunun orijinal variantında, bütün variantında deyək əsərin. Əslində İstanbulludur. Kim? Arif. Arifin vaxtı ilə Arifgil iki qardaş olublar. Arifgil iki qardaş olublar. Bunların evləri yanıb. İstanbulda evləri yanıb. Atası, anası ölüb. Ariflə qardaşı da itkin düşüblər. Yəni, qardaşı itkin düşüb. Arif də neçə ildir ki, kimi axtarır? Qardaşını axtarır. Amma qardaşını tapa bilmir. Bunu da dedim, bu bizə lazımdır. Sonra göstərirlər ki, səhnəyə bir neçə obraz daxil olur. Kimlərdir bunlar? Vasif, adını yadda saxlayın, zabitdir, könüllü, orduda iştirak edən türk zabitidir, könüllüdür, özü də vətənpərvərdir ha. Əsərimizin qəhrəmanlardan biridir və vətənpərvər obrazı. Vasif daxil olur, bir. Vasifin yanında şöyle kitab cümləsi küçük zabit, yəni balaca zabit. İndi kitab cümləsi elədir. Balaca zabit daxil olur. Bir də bunlar müharibə apardıqları Rus zabit olur. Yaralı Rus zabit olur. Onun da yaralı düşmənləri də ha Ruslar. Müharibə bunlarla aparırlar. Onu götürüb gəlirlər. Gəlirlər ki, burada sağaltsın. Kimsə yəni sarısın da, yarasını sarısın. Bunlar gəlirlər. Bunlar gələndə Arif bunlara deyir ki, bayaqlar siz Azərbaycan dilində yazma. Arif bunlar deyir ki, Vasiflə küçük zabitə. Deyir, siz nə munis, nə mərhəmətlisiniz. Bunlara deyir ha, yəni nə mehribansınız. Munis yəni mehriban deməkdir. Siz nə munis, nə mərhəmətlisiniz bunlara deyir. Və deyir, bu yaralı Rus zabitini düşməniniz də hardan gətirmişsiniz? Bunlar da deyir ki, yol kənarından tapmışıq. Küçük zabitlə Arif də deyir, Vasif də deyir ki, bu yaralı Rus zabitini hardan tapmışıq? Yol kənarından. Bu yol kənarındaydı, onu götürüb gəlmişik və istəyirik ki, onu sağalsın. Yəni, düşmənimiz olsa belə, düşmən küçük zabit deyil, zabit deyil, balaca zabit. Düşmənimiz olsa belə deyir, biz istəyirik ki, onu sağaldaq. Və bu məqamda bu balaca zabitin dediyi cümləyə bir dənə fikir verin. Balaca zabit burada deyir ki, Türk ordusu deyir, İrana və Qafqaza imdada çatanda imdad kömək deməkdir. Deməli, Türk ordusu Qafqaza və İrana köməyə çatanda deyil, Rus ordusu onun qabağında dura bilməz deyir. Dura bilməz. Və həmin o küçük zabit Vasifə müraciətdə deyir ki, aqil insan, aqil bilirsiniz nədir? Ağıllı insan. Ağıllı insan deyir. Heç kəs kimisə satmaz, öz xalqını, vətəndaşını belə deyək, öz xalqını, cəmaatını satmaz. Yəni, pislik eləməz də cəmaatına. Və burada Vasifin birinci pərdəmizin sonu bizim kitabda Vasifin sözü ilə bitir. Vasif deyir ki, Turana, yəni Türk dövlətlərindən Türkiyə, Turana qılıncdan da kəskin, ulu qüvvət yalnız mədəniyyətdir, mədəniyyət. Bunu deyir. Və əsərimizdə birinci pərdə, yəni bizim kitabda ən böyük pərdə birinci pərdədir və birinci pərdə belə bitir. İkinci pərdədə göstərirlər ki, bir dənə salondur, zaldır deyək, salondur və burada ərəb üslubunda bəzədilir. Yəni, ərəblər necə bəzəyirlərsə, bu salon elə bəzədilir. Və burada bir dənə xidmətçi var. Bizim dildən desə, afisyandır. Böyle, bir dənə xidmətçi var. Xidmətçi kim olar, kim olmaya?
İblis. İblis geyinib xidmətçi paltarı, İblis geyinib xidmətçi paltarı, yəni afsiyan paltarı və qaçır o üzə bu üzə. Niyə? Səbəbi var. Bax ona diqqətlə buna fikir verin. Səbəbi odur ki, İbn Yəmin, həmin o Rənanın babasını qətl edən şəxs, İbn Yəmin istəyirdi ki, Rəni ilə evlənsin. Rəni ilə evlənməyini istəyirdi. Amma uşaqlar Rənanın xəbəri yox idi. Gizlin nikah eləmək istəyirdi. Yəni gizlin evlilik eləmək istəyirdi. Amma hələ ki Rəniyə deməmişdi. Və burada salondur, zaldır. Salonda afisant paltarında, yəni xidmətçi paltarında olan İblis o üzə bu üzə qaçır. Onu aparır, bunu gətirir, ara qarışdırır da İblis. Onu aparır, bunu gətirir və bu məqamda görür ki, Rəna gəldi həmin o salona və Rəniyə deyir ki, İblis deyir. Deyir ki, xəbərim var, yəni bu günləri sən İbn Yəmindən nikah bağlayacaqsan. Nikah bağlayacaqsan. Rəna xəbəri yoxdur. Rəna əsəbləşir. Və Rəna fikirləşir ki, İbn Yəmin bununla niyə evlənsin? Özü də gizlin evlənsin. Bundan şübhələnir. Kim? Rəna. Rəna İbn Yəmindən şübhələnir nəsə. Və gedir otağa girir. Bir otaqda, yəni burada müəyyən bir otaq yazıblar. Bir otağa girir və orada sənədləri axtarır. Ki, görün bu İbn Yəmin işləri nədən ibarətdir? Nəsə şübhələnir. Həm də Arif buna birinci pərdədə demişdi axı. İbn Yəminə güvənmə deyir. Hilə ola bilər. Demişdi buna. Ona görə Rəna gedir, burada araşdırma aparır. Və araşdırma aparıb bir neçə kağızı götürür əlində, bir neçə kağızı. Əlində götürür, çıxır bayra. Yəni, bu nəsə sənədlər axtarır. Və bu vaxtı Arif gəlir. Arif gəlir, görür ki, Arif bu qapıdan girəndə, görür ki, Rəna qapını tərk elədi, çıxdı, getdi. Harasa getdi. Arif belə şaşırır, yəni təəccüblənir. Arif İblisdən soruşur, amma bilmir ha, İblisdir. İblis nə paltarındaydı? Xidmətçi. İblisdən soruşur ki, bəsə bu Rəna hara getdi? Görün, İblis nə deyir? İblis deyir ki, dərdin nədir, söylə bana. Yəni, dərdin nədir sənin? Yəni, mən deyəcəm də sənə çarə eləyəcəm, əlac eləyəcəm. Dərdin nədir? Arif deyir ki, Rənaya deyən, mən gəlmişim. Yəni, mən gəlmişəm, Rənaya deyən. Bunu deyir. Görün, İblis nə deyir? İblis artıq Arifi tora salmağa başlayır ikinci pərdədə. Arif əsərin əvvəlində filosof təbiətli idi. Baxın, İblis deyir ki, o iş biraz zor. Zor, yəni çətin. Türkçəsində desək. O iş deyir, zordur deyir. Yəni, biraz çətindir. Sən deyir, Rənaya çatmaq istəyirsənsə deyir, sənə deyir, avucular dolu altın lazımdır. Nə? Qızıl. Ovucular dolu nə lazımdır? Qızıl lazımdır. Bundan soruşan lazım ki, qızılı neyinirsən? Bunlar bir-biri ilə əvvəl sevgili olublar axı, Ariflə Rəna. Yəni, bu qızılı neyinirsən burada? Bu soruşma. Görə nə deyir Arif? Arif deyir ki, benim deyir, altınlarım yox. Yəni, qızıllarım mənim yoxdur. Könlümü deyir, heç vaxt sərvətə deyir, verməmişəm. Baxın, Arif düz deyir burada əvvəl. Yəni, mən deyir, könlümü sərvətə deyir, verməmişəm. Yəni, mal dövlətə verməmişəm. Mənim nəyim yoxdur? Altınlarım yoxdur. Görək İblis nə deyir buna? Xidmətçi paltarındadır ha. İkinci dəfə İblis deməli, bu deyir, altınlarım yoxdur, Arif deyəndə buna nə təklif edir? Deyir ki, silahım var, deyir. Özü deyir, ha, silahı zad yoxdur. Deyir, silahım var, deyir. Ya, məni deyir, öldür, deyir. Rəniyə qovuş, ona qovuş. Arif bundan soruşur ki, sən xidmətçisən, sən niyə öldürürəm? Bunu soruşma. İblis deyir ki, xidmətçi paltarında. Deyir, beni öldür, deyir, ona qovuş. Yəni, ona qovuş istəyirsən, məni öldür. Arif deyir ki, benim deyir, heç nəyim yoxdur, deyir. Əfsus ki, əfsus nə deməkdir? Təəssüf. Təəssüf ki, deyir, mənim heç nəyim yoxdur. İblis deyir ki, heç nəyin yoxdursa, deyir, könlünü bana ver. Yəni, qəlbini mənə ver. İblis buna deyir, ha, qəlbini mənə ver. Bu deyir ki, Arif deyir ki, mən su istəyirəm, yəni susamışam da su istəyirəm. Su deyəndə artıq bu neynir? Oradan bir dənə, belə deyək, badə götürür, qədəh götürür, qədəh deyək kitab cümləsində, qədəh götürür, içinə rakı tökür. Rakı, yəni araqda belə deyək, spirtli içki.
Rakı tökür, verir buna Arifə. Arif bunu bir yarıya qədər içir, üzüm turşudur. Çünki su deyil yaxı bu. Bu nədir? İçkidir. Və qayıdır deyir ki, bu su deyil, bir ateşdir. Buna deyir, deyir bu su deyil, bir ateşdir. İblis deyir ki, narahat olma, bu dəqiqə sənə tatlı verəcəm. Tatlı, yəni şirin. Görə nə verir? Şərab. Qədəhə tökür şərab, şərab da içir. Şərabı verir buna ki, ala bu tatlıdır, iç bunu. Amma elə bu məqamda Rəna gəlir. Əlində də bir neçə dənə sənəd. Rəna gəlir, İblis soruşur ki, yəni xidmətçi paltarında olan İblis. Soruşur ki, bu kağızlar nə üçündür? Rəna deyir ki, bu, yəni onu mühakimə eləyəcək, məhkum eləyəcək. Yəni kimi? İbn Yəmini. Arif soruşur ki, bəs hain kimdir? Yəni sənin atanın qatili kimdir? Rəna deyir ki, bəs İbn Yəmin. Arif bundan sənədləri alır, yəni bunun cinayət törətməyi ilə bağlı sənədləri alır. Deyir ki, aparıb verəcəm hara? Aparıb verəcəm, yəni polisə, hökumətə. Polis deyək də, öz dilimizdən desək, polisə aparıb verəcəm. Arif gedir, bunu aparıb polisə verməyə. Arif gedir ki, bunu qanun keşikçilərinə versin ki, kimi tutsunlar? İbn Yəmini tutsunlar, yoxsa İbn Yəmini tutmaq olmaz. İbn Yəmin müharibədə iştirak edən zabitdir. Ərəb olsa da zabitdir, ərəb zabiti. Bunu aparır. Bu məqamda Arif gedir və bu məqamda İbn Yəmin gəlir. İbn Yəmin gəlir, bu da İbn Yəmin də belə deyək də, yaxşıca kefi kök idi. Elə bilirdi ki, bu günləri Rəni ilə nicah eləyəcək, elə fikirləşirdi. Və gəlir və burada Rəniyə deyir ki, get gülüm, buna deyir. Sonra məhəbbət edəriz. Sonra məhəbbət eləyərik də. Sonra danışarıq. Get, birazdan danışarıq. Buna deyir. Elə bu məqamda Vasif gəlir. Bunu kitabımızda vermirlər, amma siz izah olunsun deyə deyirəm. Vasif gəlir və burada Vasiflə Rəna bir-birindən qoşulub qaçırlar. Yəni uzaqlaşırlar buradan. Rəna ilə Vasif bir-birindən qoşulub, yəni buradan uzaqlaşırlar məkandan. Və Arif həmin o 2 nəfər qanun keşikçisi ilə, yəni polislə gəlir. Gəlir İbn Yəminin olan yerə. Gəlir İbn Yəmini deyir ki, göstərir ki, bu da, yəni canı budur. Sənədləri də vermişdi, təqdim eləmişdi. İbn Yəmin istəyir ki, silahı əl atsın, bunları vursun. Amma qanun keşikçilər bunu tuturlar. Və İbn Yəmin 2-ci pərdədə həbs olunur, tuturlar. Və həbs olunandan sonra Arif İblisdən soruşur. Soruşur ki, Rəna nərədən? Yəni, haradadır Rəna? İblis də ara qarışdıran da, İblis də deyir ki, bir zabitə uydu getdi. Yəni, zabitlə qaçdılar, getdilər. Arif bunu eşidir, əsəbləşir. Əsəbləşir, tez onların dalıcan qaçır. Amma onların dalıcan qaçanda artıq bayaqları 2-ci pərdənin əvvəlində demişdim, artıq İblis buna altın, yəni qızıl verir. Əlində artıq belə deyək də, qızılla qaçır gedir. Artıq burada göstərirlər ki, 2-ci pərdədən Arif İblisin təsiri altına düşür. Və bizdə 2-ci pərdə bunu ilə bitir. Amma bir məsələni burada mütləq deməliyəm. Burada Arif bunların dalıcan qaçır, Rəni ilə Vasifin ardıcan qaçır ki, bunları izləyir, təqib edir ki, görə hara gediblər. Vasifləndəki Rəni hara gəlirlər? Bunlar gəlirlər İxtiyar şehrin qülbəsinə, yəni Xavərin, Xavər kim idi? Arifin nişanlısı idi. Onların yerinə gəlir. Rəna gəlir, özü müharibə səhnəsində, müharibə gedir. Gəlir, Rəna gizlənir Xavərgilin zirzəmlərində. Orada gizlənir və Vasif də İbn Yəminin ardıcan qaçır. Yəni onu təqib edir. Duyan, bəs bayaqları dedi ki, İbn Yəminin qanun keşikçiləri tutmuşdu axı. Yadda saxlayın, İbn Yəmin qanun keşikçilərin əlindən qaçır uşaqlar. Onu qanun keşikçiləri, yəni polis tutsa da, İbn Yəmin onların əlindən qaçır. Və ona görə də Vasif kimi təqib eləyir? Təqib eləyir həmin o İbn Yəmini. 2-ci pərdəmiz belə bitir və gəldi 3-cü pərdəmizə. 3-cü pərdəmiz də 1-ci pərdə kimi İxtiyar şeyxin qülbəsindədir. Göstərirlər ki, İxtiyar şeyx özü Allahı təsbih eləyir, Allaha ibadət eləyir, uyub gedib, dalıb gedib. Yəni ibadətdədir bu adam. Və Xavəri göstərirlər, Xavərdir və bunların da zirzəmlərində də Rəna gizlənib.
Və bu zaman Arif gəlir. Arif gəlir və Arif öz nişanlısı ilə qarşı-qarşıya gəlir. Xavər koşur, yəni qaçır. Qaçır öz nişanlısının qarşısına, amma görür ki, nişanlısı həm içkilidir, həm də ki, etinasızdır. Etinasız nədir? Diqqətsizdir. Amma birinci pərdədə yalnızdadır, bunu xüsusi dedim. Yəni, sarılmışdır öz nişanlısına. Amma indi etinasızdır. Və Xavər buna, yəni, belə deyək, Xavər ürkür, pis olur. Şaşırır və ürkür, geri çəkilir. Arif buna qayıdır, buna deyir ki, sən niyə, bu nə vəziyyətdir sən? Bu nə vəziyyətdir, bundan soruşur. Bu da deyir ki, mən sənə qoşdum deyir, sevilmək üçün qoşdum, qovuşmaq üçün qoşdum deyir. Qaçdım sənə. Amma gördüm ki, sevilməyənlər layiq deyil həm ağuşaq. Həm ağuş sözünün mənası qucaqlanmağa deməkdir. Deyir, gördüm ki, Xavər deyir, sevilməyən adamlar deyil, layiq deyil. Nəyə layiq deyil? Qucaqlanmağa. Kitab cümləsi ilə desə, həm ağuşaq layiq deyil, qucaqlanmağa layiq deyil deyir. Mən bunu gördüm. Və bu məqamda Arif də buna cavab olaraq deyir ki, baxın, buna da işarə eləyəsiniz kitabda, deyir ki, əslində Arif deyir, özü üçün deyir, Arif deyir, intihara layiqdir. Yəni, özünü öldürməyə layiqdir. Arif deyir, burada artıq iblisə uyduğun başa düşür, iblisə uyduğun anlayır, deyir, nəyə deyir layiqəm deyir, intihara layiqəm deyir. Babana deyərsən ki, Arif gəlmişdi, ona salam deyərsən, mən şimdi gedirəm. Arif deyir Xavərə. Xavər deyir ki, getmə deyir. Mən deyir, babama bu dəqiqə xəbər eləyərəm. Bunu deyir və Xavər gedir ixtiyar şeyxi çağırmağa. Arif neyinir? Arif deyir ki, mən bütün dərdi unutmaq istərəm. Dərdi unutmaq istərəm. Cibindən çıxardır rakı şüşəsin, yəni araq şüşəsin, yarıya qədər olan. Hamısını çəkir başına. Başına çəkir, deyir, dərdi unutmaq istərəm dedi və görür ki, yerdə bir tapanca var. Bu tapanca nə olar? Bu tapanca vaxtı ilə öldürülmüş deyək. Öldürülmüş ərəb zabitinin, indi bizdə kitabda tam düşmür, bunu detallı demirəm. Öldürülmüş ərəb zabitinin tapancasıdır. Orada sizə deyə bilərlər ki, yəni sual verə bilərlər ki, iblis tapancanı vermişdi, xeyr. Tapanca kimin idi? Öldürülmüş bir ərəb zabitinin tapancası idi. Arif tapancanı götürür, kurşunları sayır və bu vaxtı bizim kitabda vermirlər, amma sizə izah üçün deyirəm. İblis yenidən gəlir, 3-cü pərdədə də. Gəlir Arifin yanına, Arifə deyir ki, Rəna zirzəmdə gizlənir. Axı, Arif kimin dalıcan təqib eləyirdi? Rənanın dalıcan. Deyir ki, zirzəmdədir. Bu da düşür iblisin ayaqlarına. Bunlar dediyim isə kitabımızda yoxdur, amma izaha görə deyirəm. Düşür iblisin ayaqlarına, yəni yalvar yaxarada, belə deyək. Qapanır ayaqlarına, Xavər çıxanda bunu görür. Deyir ki, özünü niyə alçaldırsan? Buna deyir. Buna deyir və bu da təbii ki, bilir ki, Rənanı axtarmağa gəlib. Yəni, Xavər bilir ki, Arif Rənanı axtarmağa gəlib və buna deyir ki, əvvəlcə deyir, bəni öldür, deyir, bəni məhv elə. Məni məhv elə, şərti olaraq deyir, inanmır ki, bu nişanlısına nəsə eləyə bilər də. Xavər deyir ki, bəni deyir, məhv elə deyir. Mən bu zülmü görmək istəmirəm, məni məhv elə. İndi baxın, Arif də bir tərəfdən içkinin təsiri, bir tərəfdən iblisin sözlərinə görə yapışır, hücum eləyir, yapışır nişanlısının, Xavərin boğazından. Və Xavər əbədi sükuta qərq olur, dalır. Yəni ölür. Və bundan sonra Arif gəlir zirzəmidən Rənanı götürür və bunlar da başlayırlar uzaqlaşmağa. Bu yerdən uzaqlaşırlar. İxtiyar şeyx bayaqları əsərin əvvəlində də, yəni 3-cü pərdənin əvvəlində də demişdim. Həmin vaxtda bir haşiyə deyim, əvvələ qayda 3-cü pərdənin əvvəli sonbahar vaxtı idi. Özdə sisli bir havadır, yəni dumanlı bir havadır. Dumanlı bir sisli bir havadır və belə bir məqamdaydı və ixtiyar şeyx çölə çıxır. Çölə çıxanda görür ki, artıq nəvəsi, torunu yerdədir, ölüb. Və gəlir acı fəryadla, ixtiyar şeyx acı fəryadla nəvəsinin üzərində gəlir, deyir ki, bəs sənə kim qıydı deyir. Fəryad qoparır burada. Və 3-cü pərdəmiz də beləcə bitir. Gəldik 4-cü pərdəyə. 4-cü pərdə göstərilir ki, ormandır, yəni orman dediyim meşədir. Meşədə Ariflə
Rənadır və bunların olduğu məqamda güllə səsi eşidilir. Güllə səsindən Rəna qorxur. Rəna qorxanda burada sayğısızcasına kitabda laubali yazır. Laubali. Yəni sayğısızcasına, qorxmadan. Arif deyir ki, qorxma deyir. Yanımda revolver var, yəni silah var, tapanca var yanımda. Qorxma deyir. Özü də deyir, yanımda altın var, ovuc dolusu altın var. Altın yəni qızıl var deyir. Qorxma. Rəna Arif, deməli, Arif Rəmiyə deyir ki, qorxma deyir. Əlimdə silah var, bir də deyir, nə var? Altın var. Bunu dediyi vaxtda haydutlar, yəni qaçaqlar, bunu eşidir. Tez Arifin ətrafını bürüyürlər ki, eşitiblər axı altın var, qızıl var bunda. Və Rəna Arifdən soruşur ki, səndə bu altınlar nərədən? Yəni bu altınlar, qızıllar səndə hardandır? Görək nə deyir? Altını kim vermişdi buna? İblis. Görək həqiqəti deyəcək yoxsa yox. Burada deyir ki, baxın, bu altınlar deyir, mənə deyir döyüşdə pəncəm yazıb, pəncəmdə yəni qollarımda ölən bir dostum tərəfindən qalıb. Orijinal variantında, yəni əsl variantında Yahudi yazırlar. Burada indi Yahudi adı yazılmıb. Yazıb ki, bu pullar, altınlar mənə müharibədə qollarım arasında ölən bir nəfər dostum arasından, yəni ondan qalıb mənə. Həmin adam özü sərraf idi, həmin adam özü deyir zəngin adam idi. O altınlar mənə qalıb. Ondan qalıb deyir. Ondan qalıb. Və bunu deyəndən sonra haydutlar buna hücum edirlər. Haydutlardan biri hətta qılıncı bunun köksünə sıxır. Deyir ki, altınları bəli ver. Qızılları yəni bura ver. Buna Arifə deyir. Və bu məqamda əsərimizin növbəti bir qəhrəmanı ortaya çıxır. Adı Elxan. Bayaqları adını demişdim. Elxan kim idi? Elxan, İbn Yəmin bayaqları dedi. 45 yaşlı ərəb zabiti İbn Yəmin Rənanın atasını qətl eləmişdi bu bir. Bir də ki, Elxanı öldürmək istəyirdi, astırmaq istəyirdi. Elxan bunu bilib ordudan qaçır. Ordudan uzaqlaşır. Elxan bunu bilir, ordudan uzaqlaşır, qaçır. Həmin o Elxandır. Deməli, Elxan hərbidən, ordudan uzaqlaşır, özü meşədə, ormanda məhkəmə qurmuşdur, ədalət məhkəməsi. Əsərin həmin o hissəsində 4-cü pərdə göstərirlər ki, Elxan müsəlləhdir. Uşaqlar, müsəlləh silahlı deməkdir. Kitabda oxuyanda görərsiniz. Müsəlləh silahlıdır Elxan. Özü də, belə deyək də, saqqallıdır. Saqqallı, bığlı saqqallıdır. Və özü də zində. Kitabda zində yazıb. Zində canlı deməkdir, diri deməkdir. Zində. Bunun xarici görkəmin veriblər. Əsərimizdə bizə soruşsalar ki, hansı obrazın xarici görkəmin veriblər? Deyəcəksiniz ki, Elxanın. Elxanın. Özdə heybətli, əzəmətli bir görünüşü var idi. Heybətli. Oldu, bunu da yadda saxlayın. Heybətli bir dənə bunun görünüşü var idi, xarici görkəmin veriblər. Və Elxan gəlir. Elxan haydutlara, qaçaqlara deyir ki, kim deyir, kiməsə deyir, günahsız yerə əzab eləyərsə deyir, kim ki, günahsız yerə qan tökərsə, kitabda da qan tökərsə deyir, kimsə deyir, günahsız yerə qan tökərsə deyir, ona deyir, ən ağır cəza verir Elxan. Elxan deyir, ədalətsiz eləyənə, qan tökənlərə cəza verər Elxan. Bunu deyir. Və Elxan elə danışdığı məqamda bir də görür ki, Elxandır, haydutlardır, Rəna Arifdir. Bu zaman haydutlar İbn Yəmini tutub gətirirlər. İbn Yəmin gəlir. İbn Yəmini sürüyə gətirirlər. İbn Yəmin gələndə, axı, İbn Yəmin Elxana pislik eləmişdi. Bunu öldürmək istəyirdi. Elxan, ikisi də bir-birini tanıyır. Elxan bundan soruşur ki, adın nədir? Kimsən? Adın nədir? Bu da deyir İbn Yəmin. Sonra Elxan üzün tutur Ariflə Rəniyə, deyir ki, şu ləyin, kitabda da ləyindir. Ləyin uşaqlar, lənət olunmuş deməkdir. Bu lənətə gəlmiş, lənət olunmuş deyil, məni astırmaq istəyirdi. İbn Yəmin haqqında deyir, deyir, bu lənətə gəlmiş, məni astırmaq istəyirdi, məni öldürmək istəyirdi, deyir. Və İbn Yəmin görür ki, ölüm məqamıdır, diz çökür Elxanın qarşısında. Diz çökür, yalvarır, deyir ki, mən qüsurluyum, deyir. Qüsurluyam mən, məni əhv elə, bağışla məni. Amma Elxan bunu təbii ki, bağışlayanməzdir. Elxan bunu kənara göndərir.
Bu məqamda iblis yenidən ortaya gəlir. İblis gəlir, amma adamların gözdən görükür burada. İblis gəlir, Elxan soruşur ki, səni kim bıraxdı bura? Ağa, hər tərəfə haydutlar, qaçaqlar tutublar axı. Deyir, səni kim bıraxdı bura? İblis bilir, kəndim. Kəndim, yəni özüm. Deyir, özüm gəlmişəm də, iblisi kim ki, hər yerdən keçə bilir. Yerin altı, yerin üstü. Deyir, kəndimdir, özüm gəlmişəm. Və Ariflə Rəna gəlirlər, bunu təqdim edirlər. Arif deyir ki, bu bir mürşiddir. İblisi təqdim edir, artıq bu onu göstərir ki, Arif tamamilə öz qəlbini kimə verib? İblisə verib. Deyir ki, Elxana göstərir, deyir ki, Arif, bu deyir bir mürşid. Mürşid nə deməkdir? Mürşid uşaqlar dində, öndə gedən, yol göstərən deməkdir. Yol göstərən, iblis artıq yol göstərən olub dində bu üçün. Deyir və gəlir, əslində əsl variantında, belə deyək, bütöv variantında. Həm Rəna, həm Arif gəlir, iblisin əlindən öpür. Amma bizdə kitabımızda tək Arifi yazıblar. Amma bilin ki, həm Rəna, həm də Arif artıq, düz Rəna bilmirdi belə deyil. Amma Arif bilirdi ki, belə gəlib bunun əlindən öpürlər. Əlindən öpəndən sonra Elxan soruşur ki, sən kimsən, nəçisən? İkinci dəfə iblis sözünü təqdim edir. Ən birinci pərdədə iblis sözünü Arifə təqdim eləmişdi. Deyirdi ki, qısaca deyim, ben şimdi ateş, amma əvvəlcə mələkdim. Yalnızca düşür. Bu bir, indi görək Elxana özün necə, oradakıları özün necə təqdim edir. Ben şərqdə abid olaram, qərbdə rahib. 2, o da mürşidi saymıram. Özün təqdim edir. Deyir, mən şərqdə abid olaram. Uşaqlar, abid sözünün mənası ibadət eləyən deməkdir. İbadət eləyən. Mən şərqdə abid olaram, qərbdə rahib. Rahib deyilər, xristiyanlıqda ibadət eləyənlərə deyirlər. Deyir, mən şərqdə abid olaram, qərbdə rahib olaram. Bəzən deyir, qazi olaram. Bəzən azadə insan olaram, azad bir insan olaram. Bəzən çoban olaram, bəzən də aşiq-i sultan olaram. Yəni, 6 dənə şey saydım, belə deyək. Yəni, bu deməkdir ki, iblis hər dona girə bilər. Rahib də ola bilər, abid də ola bilər, çoban da olar, azad bir insan da ola bilər, qazi də ola bilər və hətta şah-ı sultan da, aşiq-i sultan, yəni aşiq də ola bilər. Yəni, hər şey ola bilər, hər dona girə bilər. Kim? İblis. İblis sözünü burada təqdim edir. Və təqdimat və bunu deyəndən sonra yenidən bir ixtiyar şeyx gəlir, həmin səhniyə gəlir və ixtiyar şeyx deyir ki, nəvəsi ölmüşdü axı, xavəri öldürmüşdülər və bu da gəlib ki, onun qatilini tapsınlar. Deyir ki, ey deyir, öz torunu haqqında, öz torunu haqqında deyir. Ey gülüm deyir, sənə kim qıydı deyir. Elxan bundan soruşur ki, sənin dərdin nədir, dərdini söylə. Deyir ki, torunumu öldürüblər, onun qatilini bulun, qatilini tapın. Və burada da xavərin də xəyalı, teyf deyək də, teyf qarabasma kabus. Bunun xəyalı görür, görək xavərin xəyalı nədir? Xavərin xəyalı da deyir ki, intiqam, intiqam. Bu da, yəni, bunun da xəyalı öz babasından intiqam almağını istəyir. Və bunlar danışdığı məqamda əsərimizə gəlir, yəni səhnəmizə gəlir, Vasif gəlir. Vasif kimi tutmuşdu? İbn Yəminin zənci çavuşunu tutmuşdu. Onu tutum gətirmişdi. Və gəlir İbn Yəminin zənci çavuşunu gətirir və zənci çavuş gəlib bu məqama çatanda Vasif gətirir və Vasif buna deyir ki, burada olanlara və Rəniyə də deyir ki, bu deyir, bu İbn Yəmin deyir. İbn Yəmin deyir. Sənin babanın qatilidir. Vasif Rəniyə deyir ki, bununla bir yerdə öldürmüşdü də, İbn Yəminlə həmin o zənci çavuş bir yerdə öldürmüşdü. Zənci çavuşu da gətirən Vasif olur. Və Rəniyə deyir ki, sənin babanın qatili kim olur? İbn Yəmin olur. Onu deyir. Və burada Elxan neynir? Yəni, özü üçün məhkəmə qurub. Elxan burada İbn Yəmini, zənci çavuşu, sonra burada əsərimizin yəni tam variantında başqa adamlar da olur. Xaxam olur, papas olur, şeyx olur,
bir Kərbalaya getmək istəyən qadın olur, uşağı olur, xəstə uşaq. Hamısını düzdürür belə. Hamısını yaylım ateşindən hamısını öldürür. Yəni İbn Yəmini Elxan öldürtdürür. Düz orada Rəna öldürmək istəyir, bunu qoymurlar. Və neyir? Elxan, bunu yadda saxlayın abi. Elxan, İbn Yəmin və orada olan, ətrafda olanların hamısı, yəni orada bizdə İbn Yəmini yazıblar. Və ətrafda olanlar da papaz olur, xaxam olur, şeyx olur, qadın olur, bir dənə uşağı ilə bir yerdə, xəstə uşağıyla bir yerdə olan hamısını öldürür, güllələtdir, öldürür. Öldürəndən sonra Elxan üzün tutur Vasifə. Deyir ki, Vasif, sən deyir əgər İbn Yəmini təqib eləməsəydin, biz İbn Yəmini tuta bilməzdik. İbn Yəmini də haydutlar gətirmişdi axı 4-cü pərdənin əvvəlində. Onlar tutmuşdu. İbn Yəmini də Vasif təqib eləmişdi. Sən deyir, təqib eləməsəydin, biz tuta bilməzdik onu. İndi deyir, bəndən nə dilərsən dilə. Vasifdən soruşur. Vasifdən soruşur ki, bəndən nə dilərsən? Elxan soruşur. Və təsəvvür ilə Vasif cavab verməmiş iblis araya girir. Belir, şu çocuk deyir, Rənaya məftun. Məftun yəni aşıqdır. Belə deyil. Deməli, sən demə Vasif də kimə aşıq imiş? Rənaya. Və burada Arif etiraz eləyir. Arif etiraz eləyəndə, baxın, Arif etiraz eləyir. Arif etiraz eləyəndə təbii ki, söz kimin olmalıydı? Rənanın. Görək Rəna nə deyir? Rəna Arifə deyir ki, sən mənim əski pərəstişkarımız. Əski, yəni köhnə pərəstişkarım. Vasifi göstərərək deyir ki, o isə deyir, yeni dildarım. Dildar sözünün mənası sevgili deməkdir. O isə deyir, yeni dildarım. Deməli, Rəna da kimi göstərir? Rəna da Vasifi göstərir. Arif üçün deyir ki, o benim deyir, əski pərəstişkarım. Amma deyir, Vasif üçün deyir, o isə benim deyir, yeni dildarım, yəni yeni sevgilimdir. Bunu deyəndə təbii ki, burada Arif razılaşmır, sakın deyir, asla deyir, olamaz deyir. Mənim deyir, silahım ola deyir, silahım, əlimdə silah ola deyir, mən buna razı olmaram. Və Vasifi duelə çağırır. Dueldə bilirsə, bir-birdən güllə atacaqlar, sayla güllə atacaqlar. Və Arif bilir ki, artıq ölüm məqamıdır. Yəni, ölə bilər, an söhbətidir, ölə bilər. Və bayaqları sizə demişdim, haşiyədə demişdim ki, Arifin bu dünyada itirdiyi, təbii ki, ata-anasının evləri yanarkən itirmişdi, bircə qardaşını axtarırdı. Bəli, qardaşını axtarırdı. Sonra həmin o Rənanın da seçdiyi Vasif, deyir, yeni dildarım, sevgilim Vasif, o da deyir ki, mən də deyir, bircə qardaşımın üzünü görsəydim, nə yaxşı olardı. Yəni, ona həsrət qalmışam. Arif də deyir ki, məni deyir, mən qardaşıma qovuşsam, əcəl, yəni məni qorxuda bilməz, ölüm məni qorxuda bilməz. Deyir, baxın, bunlar duelə gəlirlər, üz-üzə gəlirlər, Ariflə Vasif. Arada kim olsa yaxşıdır? İblis. İblis belirli, hazır olun, bir, yəni aranı qızışdırır da, 1, 2, 3 və ateş açılır. Ateşdə Vasif yerə yıxılır. Vasif yerə yıxılanda, təbii ki, Rəna ona demişdi, yeni dildarım, sevgilim. Rəna qaçır bunun üzərindən. Bunu meydin qucaqlayır, qışqırır ki, Vasif. Arif Vasif adını eşitir. Deyir, nasıl deyir, Vasif mi? Burada iblis deyir ki, yenə iblis burada deyir. Deyir ki, deyir, evet deyir, Vasif deyir. Yıllardır deyir, onun eşqi səni əsr eləmişdi. Yəni, sənin qardaşındır da. Yəni, vurduğun güllə ilə vurduğun sənin qardaşındır. Yıllardır deyir, işte təbii ki, kitab cümləsi elədi. Yıllardır deyir, onun eşqi səni əsr eləmişdi. Arifə deyir. Həmindir də oldu. Yəni, qardaşındır sənin. Arif qışqırır, qardaşın üzərinə gəlir, amma təbii ki, qardaş ölmüşdü və istəyir ki, özünü öldürsün. Arif özünü öldürsün və Rəna burada buna mane olur. Rəna buna mane olur, bu da ürkür, geriyə çəkilir və burada orada olan insanlar, ümumi olan insanlar başlayırlar hamısı iblisi günahlandırmağa. Deyirlər ki, bütün cinayətlər, fəlakətlər sənin üzündən olur, sənsən. Görək, iblis əsərin birinci pərdəsində iblisin monologu ilə başlamışdı, iblisin monologu ilə də bitir. Görək, iblis nə deyir, baxın. İblis deyir ki, siz deyir, məni günahlandırırsınız, iblisə baxınan sözünə. Monoloqdur, ha, amma açıq şəkildə deyir də monoloq, hamı eşitsin. Deyir ki,
mən olmasam da deyir. Mənsiz də sizə rəhbərlik edən var. Görək kimləri adını çəkir. Çinli krallar, şahlar, xanlar, pul və mal düşkünü, kitabda uşaqlar yazıb pul və qadın düşkünü olan insanlar, min bir hilə quran siyasətçilər, yəni bunlar da var, yoxsa deyir, mən olmasam bunlar da var deyir. Hətta deyir, məzhəb yəni dində ayrılıq, yol, məzhəb ayrılığı eləyən dini xadimlər də var deyir, mənsiz də deyir, bunlar da var deyir. Mən olmadan da deyir, bunlar deyir, özləri sizə başçılıq eləyəcəklər. Mən olmasam da deyir, mənə nə hacət, hacət sözü mənası ehtiyac deməkdir. Mənə nə ehtiyac var, onsa bunlar var da deyir. Və sonunda ən məşhur misralarını deyir. Deyir ki, bəs deyir, iblis nədir? Cümlə xəyanətlərə bais səbəbkar deməkdir. İblis nədir? Və özü də cavabını verir. Cümlə xəyanətlərə bais. Bəs hər şeyə xain olan insan nədir? İblis. Bunu deyir və burada iblis yerin altına çəkilir. İnsanlar da şaşıraraq qalırlar.